Sovet tarixinin ən böyük bank soyğunu 1977-ci il Ermənistan. İki əmioğlu olan Nikolay və Robert Karçyan aylardır müşahidə etdikləri bankın yaxınlığında kirayə mənzil götürürlər. Bankın kassası tam istirahət otağının altında idi və bu istirahət otağının pəncərəsində heç bir mühafizə sistemi yox idi. Onlar axşam öz binalarından bankın istirahət otağına tullandılar. İçəri girdikdən sonra isə otağın döşəməsini deşməyə başladılar və heç bir siqnalizasiya sistemi işə düşmədən onlar kassaya enə bildilər. Onlar 1.5 milyon rubl pulu tələsik çantalara yığmağa başladılar. Bu pulun indiki dəyəri 15 milyon dollar civarındadır. Onlar çantaları doldurduqdan sonra kassanın tavanından istirahət otağına, oradan isə küçəyə endilər və səssiz şəkildə ortadan yoxa çıxdılar. Tam bir il boyunca lüks həyat yaşadılar. Villalar, bahalı maşınlar, hətta bir neçə şirkət açaraq bu pulu yumağa çalışıblar. Amma KGB bu müddət ərzində gizli şəkildə onları izləyib və kifayət qədər sübut yığdıqdan sonra onları yaxalayıb. Onlara Sovet dövründəki ən ağır cəza, yəni güllələnmə hökmü oxunub. Ermənistan SSR isə buna qarşı çıxaraq Moskvadan onların sadəcə həbs cəzası almasını tələb edib. Moskva bunu qəbul etsə də artıq çox gec idi. Xəbər həbsxanaya çatmamış, onlar güllələnərək öldürülüblər.